pis vəziyyətdədir də. Bir aydan bir, 20 gündən bir remonta ehtiyacı olur da. Yəni bu yolların vəziyyəti çox bərbad gündədir. Əsas da Xırdalan bu 120 bu ətraflar. Yağış yağan kimi buradan keçmək mümkün olmur da. Xahiş edirəm bunu barədə nəsə bir tədbir görsünlər də. Əslində kadrlar problemi aydın şəkildə izah edir. Ünvan Abşeron rayonu Xırdalan şəhəri Akademik Həsən Əliyev küçəsidir. Yolun bir tərəfində Ceyranbatan gölü, digər tərəfində isə minlərlə insanın məskunlaşdığı yaşayış kompleksi var. Sürücülər yolun uzun illərdir bu vəziyyətdə olduğunu deyirlər. Yararsız vəziyyətdə olan yol avtomobillərə ziyan vurmaqla yanaşı uzun-uzadı tıxaclar da əmələ gətirir. Bu vəziyyətdən təngə gələnlər sadəcə sürücülər deyil. Yəni gedib gəlmək mümkündür, səkisi səki deyil, yolu yol deyil, işıqlar səkirlər, işıqlar yanmır. Oranı düzəldirik, yağış yağır, tamam yenə o yol o günə düşür, qallıq belə. Kanalizasiyalarında üstü açıqdır. Hamısı açıqdır, hamısı kanalizasiya açıq, su dolur bura, elə bir maşının qapısına qədər suyun içində gedirsən. Mümkün deyil buradan keçmək. Çala-çuxurlar, açıq kanalizasiya quyuları hərəkəti müşkilə çevirib. Hər gün bu yolu gedib gəlirəm. Yəni çox pisdir. Neçə dəfə maşının zaşitnikini dəyişmişəm, dəyib altı, qırılıb düşüb qalıb yolda. Ondan sonra yağ kateri var. O əzilib, qırılıb neçə dəfə dəyişmişəm. Yəni çox pis gündədir, bərbad vəziyyətdədir. Təkər qalmır, mufta qalmır, qaz qalmır. Hamısı gedir də. Mənim avtomobilimə dəyməyən ziyan qalmayıbdır. Təkəri partlayıb, diskisi əyilib, qabaq peridoku yaramayıb. Bu vəziyyətə yaradıbdır. Hesab eləyəndə bir minlərlə mən xərc qoymuşam. Bax, bir daha bax. Fikir ver. Bax, hər gün bu yoldan istifadə edən avtobus sürücüsüdür. Bax, nə deyə bilərsiniz yoldan bağlı? Sürmək olur ki, sürmək olmur. Bax, bu da günümüz budur, bax. Bir-birimizin düzgəyə baxın sən Allah, maşını sürtməkdən. Sürmək olmur. Avtomobil çuxura düşən zaman yaranan ən böyük problemlərdən biri də məhz onun ön hissəsinin dağılmasıdır ki, bu zaman 1000 manata qədər xərc ortaya çıxır. Maşının ön hissəsindən birinci problemlər başlayır. Əsas ön hissə çuxura düşdüyünə görə ön hissədən problem başlayır. Bu çaşka deyək, möhkəm çuxura düşərsə çaşka qırıla bilir, sına bilir. Məsəl üçün, burada sırğıya var, ona naqruska düşür, o səs eləyir. Məsəl üçün, bu maşının çaşkası hardasa 70-120 manat arasında qiymət var. Möhkəm düşərsə, hətta ayrabak ata bilər, maşında ayrabak ata bilər. Çaşka qırılar, Allah eləməsin, maşın fırlanıb ən pis aşa bilər. Bəs avtomobil sahiblərinə dəyən ziyanı kim qarşılamalıdır? Avtomobil yolları haqqında Azərbaycan Respublikasının qanununun 52-ci maddəsinə görə yola birbaşa cavabdehliyi daşıyan, yəni mülkiyyətində həmin yolu saxlayan qurum birbaşa həmin avtomobil yollarında baş verən və məhz onların günahı ucbatından baş verən qəzalara, o cümlədən şəxslərin həyatına və sağlamlığına, avtomobillərin birbaşa nasazlığına səbəb olan qəzalara görə, vurulmuş zərərlərə görə həmin şəxslər deməli məsuliyyət daşıyırlar. Təkcə mülki məsuliyyət deyil, eyni zamanda şəxslər özlərinin vəzifələrinə düzgün yanaşmamaq səbəbindən inzibati və ya cinayət məsuliyyətinə də cəlb oluna bilərlər. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Sözü gedən yolun agentliyin balansında olmadığı bildirildi. Rayon İcra Hakimiyyətindən isə deyildi ki, bu yol Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən Pirşağı Novxanı Xırdalan M4 avtomobil yolunun tərkib hissəsidir. Görünən odur ki, ortada böyük məsuliyyətsizlik var. Bununla bağlı isə son sözü biz yox, elə vətəndaşlar desin. Hər kəs öz işini eləsə, bu vəziyyət yaranmaz. Ayşən Cümşudova, Vahabi Manzadə, Fuad Cəfərov, ATV Xəbər.